Sumqayıt şəhər 13-cü mikrorayonda yerləşən Ümid Təhsil Mərkəzidir. Mənim adım Qorxmazdır. İndi biz mexaniki iş haqqında məsələ işləyəcəyik. İlk öncə mexaniki iş haqqında məlumat verelim. Əvəzləyici qüvvənin modulunun həmin istiqamətdə gedilən yol hasilinə bərabər olan fiziki kəmiyyətdir. Onun düsturu belədir. A bərabərdir F vurulsunuz. Burada A mexaniki eş, F əvəzləyici qüvvənin modulu, S yolu. İndi isə keçək məsələyə. Həcmi 500 cm kubu olan polad lövhəni 80 cm hündürlüyə qaldırmaq üçün nə qədər iş görmək lazımdır? İlk öncə verilənləri yazırıq. V bərabərdir 500 cm kubu. Rho polad 7,8 cm kubu. M bərabərdir son. Düstur yazırıq. Sıxılın düsturu belədir. Rho bərabərdir M bölünsün V. İndi bizə M tapmaq lazımdır. M bərabərdir. Şimdi keçir şərtindən. M bərabərdir 500 cm kubu vurulsun 7,8 qram bölünsün santimetr kuba. Bu da 3900 qram eləyir. Sonra sənin adına keçirik. İndi biz ağırlıq qüvvəsini tapmalıyıq. Onun üçün yazırıq. M bərabərdir 3900 qram. Lakin onu kilograma çevirmək lazımdır. Çeviririk 3,9 kilogram eləyir. Sərbəstləşmə təsiri isə 10 Newton bölünsün kilogramdır. F bərabərdir sual. Onun üstünü yazırıq. Sonra isə həllini yazırıq. F bərabərdir 3,9 kilogram vurulsun 10 Newton bölünsün kilogram. kilogram eləyir. Sonrası biz də mexaniki işi tapmalıyıq. Mexaniki iş üçün bizim F-imiz də var, S-imiz də var. F-imizin qiymətini yazırıq. F bərabərdir 39 Newton, S bərabərdir 80 cm, 0,8 metr. Düsturunu yazırıq. Həlini yazırıq. 39 Newton bölsün 0,8 metr. O da 31,2 joule. Sağ olun, gəlin görüşlərə dək.